ekvator, və nəyi? Meridian. Xüsusilə hansı meridian? Birincisi meridiandır, bəli. Baxırıq, dərəcələr necədir onların? 0 dərəcə. İndi hansı şəhərləri verir bizə? Bakı, Pekin. Bakı bilirik ki, neçə dərəcədə düşər? 50 dərəcəlik şəhər uzunluğu. Pekini isə testimizdə bizə verir. 117 şəhər uzunluğu. Bəs bunların enliyi neçə dərəcədir? 40 dərəcə, şimal, enliyi, əla. Bu Bakı uşaqlar, bu da Pekin. Bizdən soruşur ki, Bakı Pekindən neçə dərəcəlik azimutda yerləşir? Bunun azimutunu deyək? 270 elədir. Bəs Pekin Bakıdan hansı istiqamətdədir? Şəhər. Bu da şəhər. Belə soruşursan uşaqlar, cavabımız 270 şəhər və yaxud da fərqini soruşa bilər ki, Bakı Pekindən hansı cəhətdə yerləşir? Bunda artıq fərq var. Gəl, yuxarı nə yazırıq? Şərqin dərəcəsi. Şərqin dərəcəsi isə 90 dərəcəsi. Aydındır? Əla. Bu belə. Növbəti uşaqlar. Buyur, Ətəs. 98. Buyur. Xəritə sistemindəki rəqəmləri əsasən istiqamətlərin arasında olmayın. Əla. Əvvəlcə uşaqlar, onu bilməliyik ki, yerin neçə qütbü var? 2. Bu şimal qütbü, bu isə cənub qütbü. Əla. Uşaqlar, sual verir ki, biz yerin hansı məntəqəsində dayansaq, bütün məntəqələr bizdən cənubda qalır. Onda şimal qütbündəyik. Bəli, şimaldan istənilən azimutda hərəkət edəsək, sonda gelib çatacağımız yer haradır? Cənub. Eyni şey cənub yarımkürəsi üçün də keçərlidir uşaqlar. Elədimi? Əla. Ona görə də baxırsınız, əgər dairənin yuxarısına xətt gedirsə, bu hara gedir dönür? Şimala. Yox, əgər dairənin yuxarı hissəsindən kənara çıxırsa, bu mütləq cənub olur. Aydındır? Baxırıq. Burada. Bu sualdır. Görürsən, şimala doğru hərəkət edir. Şimala. Yəni qütbə gedir. 1, şimala. İndi bizə qaldı 3 və 2. 3 və 2-də uşaqlar bizə hardızı verir. Bax, 3 belədir, bu istiqamətdir. Bunun adı nədir? Neçə dərəcə? 90 dərəcə şəhər. Bəs bu? 270. Əla. Bu da belə uşaqlar. Sonra səbir. 102. Baxaq 102-yə. Horizontallardır. Məsəl üçün, horizontallar adıyla qısa bir sual verir sizə. Dəftərlərimizi açaq. Horizontallar dərsinizə belə verir. Uşaqlar, verilmiş şəkildə biz A nöqtəsinin hündürlüyünü tapmalıyıq. Buyurun, bunu tapaq. Kəsmə yüksəkliyi tapaq. Kəsmə yüksəkliyi bizə verir. Nəvənizi mi tapaq? Şöyüzün yoldaşlarımızla hesablasın. Neçə tapdıq bunu? Mən tapdım. Elnora? Zahiri mən. Bizə deyil. Bunu uşaqlar. Yoldaşlarımızdan bir nəfər gəlsin, zahirəsin. Zahirə digər yoldaşlarımızdır uşaqlar. Diqqətlə baxaq. Burada kəsmə yüksəkliyi nədir dedi və dağ olduğu üçün də 218-dən aşağı və 50-yə bölünən olsun. Yaz gəlin. Buraya 200 olacaq, sonra 50-50 azalacaq. 100, sonradan da 50 olacaq. Belə tapmışıq uşaqlar. Əla, 50 metr. Əla. Bu sualda da uşaqlar, biz kəsmə yüksəkliyi tapmalıyıq. Kəsmə yüksəkliyinin tapılma qaydası nədir? Məsələn. Böyrəkdən kiçik. Böyrək kiçik xabarlar. Məsələn, 380 buradır, 80 buradır. 380 sazı adamlarına böləcək. Məsələn, demək orada kəsmə yüksəkliyi nə qədərdir? 100 metr. Əla, sadə sual. Məsəl üçün, bu bir dağdır, verdiyiniz sualda bax belədir. Burada bir dağ var, burada isə başqa bir dağ var. Deməli, xətt çəkib bu istiqamətdə. Bura A, bura isə B. Deməli, mən
C nöqtəsi qoysam, A-dan C-yə getdiyim təqdirdə hündürlüyü artırıram yoxsa azaldıram? Çünki nəyə tərəf gedirik? Dənizə. C nöqtəsindən B nöqtəsinə gedirəcək, artıracaq. Əla. Deməli, hündürlüyü əvvəlcə azaldırıq, sonra isə artırırıq. Sualda da hündürlüyə diqqət edirik. Məsələn, aydındır. Əla.